İl 2020. Koronanın hökm sürdüyü bir vaxtda istədim ki, mən də insanlara faydalı ola bilmək üçün bir şeylər eləyim və Telegramda AutoCAD video kurs adlı bir kanal yaratdım. Bir il ərzində AutoCAD-ı öyrənmək istəyənlər üçün həm dərs videoları, həm də cizgi nümunələri çəkib həmin kanala yerləşdirirdim. Telegram kanalında məhdud sayda insana çıxdığım üçün bunu YouTube kanalına keçirmək qərarını verdim və 2021-ci ilin təxminən bu ərəfələrində YouTube kanalımı yaratdım. Arzum bu idi ki, ölkədə olan bütün mühəndislərə AutoCAD-ı öz dilimizdə öyrənə bilmək üçün video materiallar hazırlayım. İlk başlarda videolarıma onlarla baxış gəlirdisə, daha sonra bu yüzlərlə, daha sonra isə minlərlə baxışa çıxdı. Əslində mən kanalımı yaradanda heç vaxt baxışın çox olmağını istəməmişəm. Əgər kanala baxan az sayda şəxs mənim dərslərimdən fayda götürürdüsə, bu məni xoşbəxt edirdi. Amma səmimi olmalıyam ki, bir müddətdən sonra videolara gələn geri dönüşlər az olanda bu insanı motivasiyadan salır. Burada geri dönüş deyərkən baxışların sayını və yaxud da ki, videolara gələn like sayını nəzərdə tutmuram. Mənim videoları çəkməkdə əsas məqsədim insanlara fayda vermək idi. Videolara baxan şəxslərdən gözləntim isə bu videoları öz dostları ilə, qrup yoldaşları ilə və yaxud da ki, mühəndis yoldaşları ilə bölüşmək idi ki, bu şəkildə mən onlara fayda verdiyim kimi onlar da başqalarının faydalanmasına dəstək ola bilərdilər. Mənim burada videoları çəkməkdə məqsədim sizlərə fayda vermək və sizlərə AutoCAD proqramını öyrənməkdə dəstək olmaq idi. Amma videolara gələn baxış sayı və geri dönüşlər az olduğu üçün bir müddətdən sonra bu məndə boşa iş görmüş kimi təəssürat yaradır. Və nəticə etibarilə qərar verdim ki, artıq kanalımda AutoCAD ilə bağlı heç bir video paylaşmayacağam. Kanalıma abunə olan şəxslər də artıq uzun müddətdir görürlər ki, kanalda heç bir video paylaşmıram. Əslində qərar vermişdim ki, artıq bundan sonra YouTube kanalında ümumiyyətlə heç bir mövzu paylaşmayacağam. Amma düşündüm ki, mənim AutoCAD-dan başqa da fayda verə biləcəyim bir çox mövzu var. Məsələn elə indi hal-hazırda məşğul olduğum sahə ilə bağlı kifayət qədər öyrədici və fayda verici məlumatlar paylaşa bilərəm. Təkcə bu sahə ilə bağlı deyil, bundan başqa paylaşa biləcəyim bir çox mövzu var ki, bunları da gələcəkdə kanalımda paylaşmağa başlayacağam. Bu videonu çəkməkdə məqsədim kanalıma uzun müddətdir ki, abunə olan şəxslərə təşəkkürümü bildirmək və onları məlumatlandırmaqdır. Bilirəm ki, kanalımın izləyici kütləsi əsas olaraq AutoCAD proqramına görə məni izləməyə başlamışdı. Bu müddət ərzində videolarımı izlədiyiniz, kanalıma abunə olduğunuz üçün və mənə dəstək göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm. AutoCAD-la bağlı kanalımda bundan sonra video paylaşmasam belə, istədiyiniz zaman mənim kanalımın açıqlama hissəsində olan Telegram qrupuna daxil olaraq mənə suallarınızı ünvanlaya bilərsiniz. Çalışacağam ki, hər zaman sizlərə AutoCAD-la bağlı köməklik göstərim və suallarınızı cavablayım. Bəs videolar ilə AutoCAD-ı öyrənmək istəyənlərə mən bundan sonra necə dəstək göstərə bilərəm? Bununla bağlı daha öncə çəkdiyim bir neçə video var, hansı ki, məni uzun müddətdir izləyənlər bilir ki, mən AutoCAD-la bağlı video kurs hazırlamışam. Bu video kurs 2 hissədən ibarətdir. Həm AutoCAD 2D, həm də AutoCAD 3D-ni əhatə eləyir və ümumilikdə 25 saatlıq dərs paketidir. Bu dərs paketini əldə eləyərək siz AutoCAD-ı mənim videolarımda, mənim izahımla öyrənə bilərsiniz. Və onu qeyd edeyim ki, bu kurs paketinin həm tələbələr üçün, həm də işləyən şəxslər üçün əlverişli olması üçün kifayət qədər münasib qiymətdə təyin etmişəm. Kursla bağlı sualınız olarsa, yenə də mənə həm Telegram qrupumdan, həm də Instagram hesabımdan yaza bilərsiniz ki, onların hər ikisinin də adını bu videonun aşağı hissəsində, həm də bu videonun daxilində yerləşdirəcəm. Bundan sonra kanalın aqibəti necə olacaq, kanalda nə türlü videolar paylaşılacaq, bunu isə izləyərək görəcəksiniz. Elə indidən siz də bu videonu paylaşaraq və kanalıma abunə olaraq mənə dəstək göstərə bilərsiniz. Gələcək videolarımda görüşmək ümidi ilə salamat qalın.